Salam balaca birincilər, hər birinizi xoş gördük. Kanalımda deməli biz artıq riyaziyyat 1-ci sinif iş dəftərimizin 2-ci hissəsində yeni bir bölmə, yeni bir fəslə gəlib çıxmışıq. Ölçmə. Bundan öncəki videomda dərsliyimizdə olan bu mövzuda bütün tapşırıqların izahını vermişəm və yazmışam. Elə isə keçək iş dəftərimizə. Birinci tapşırıq uzun qısa mövzusuna ən uzun olan kəməri qeyd et. Burada yəqin ki, hər kəs mən bu ekranı böyüdək. Bəli, ən uzun olan kəmərimiz bu olduğu üçün bunu qeyd edirik. Ən qısa lenti qeyd et deyəndə çaşmayan uşaqlar burada bizdən ən qısanı istəyir. Təbii ki, bunu qeyd edəcəyik. Lalə karandaşları uzunluğuna görə sıraladı. Mavi karandaşın yerinə xətt çəkməklə göstər. Gəlin biz burada əvvəlcə rəngli karandaşlardan istifadə edək elə. Birinci elə sarı karandaş olmalıdır. Bura birinci sarını çəkirik. Sonra isə ikincidə mavi olmalıdır. Mavi ikinci yerdə gəlməlidir uzunluğuna görə. Ardınca qırmızı və onun ardınca isə burada yaşıl rəng varmı? Yaşıl rəngimiz. Yaşıl rəng yoxdur deyəsən. Bu nə rəngdirsə bilmədim. Aşağıda bu qaradır. Biz yaşıl rənglə verməliydik onu. Yəni ən sonuncu da burada yaşıl rəngi qeyd edəcəksiniz. Qırmızının ardınca yaşılı qeyd edəcəksiniz. Bizə lazım olan mavidir. Mavi də harda yerləşir? Sarı ilə qırmızının arasında mavi yerləşəcək. Və biz keçəcəyik 4-cü tapşırığımıza. Sarı zolaqdan uzun, qırmızıdan qısa zolaq çək. Gəlin baxaq bura. Sarı zolaqdan uzun olsun, amma qırmızıdan qısa. Sarıdan uzun olduğuna görə biz buradan baxın bu forma ilə, bu formada budur çəkə bilərik. Buradan bura qədər istədiyiniz bir lenti çəkib, içində istədiyiniz bir rəng, məsələn mavi rəng rəngləyə bilərsiniz içini. Mavi rəngdə rəngləyə bilərsiniz və yaxud da istədiyiniz başqa bir rəng. Belə. Sonra keçək sizlə buradakı mövzularımıza. Bizə nə deyir? Hər əşyanın uzunluğunun neçə kub olduğunu onların uzunluğuna görə müqayisə ilə uzunluğunu tapırıq. Baxırıq əvvəlcə nəyə? Burada rəngli boyalar var. Rəngli boyaların uzunluğu gəlir 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bir də sayaq 2, 4, 6, 8, bəli. 9-a qədər gəlir. Ona görə də birinci buraya yazacaq 9. Burada yazırıq elə 9. Amma fırçanın uzunluğu isə ondan bir dənə qısadır. Bir dənə qısa olduğuna görə biz burada 8 qeyd edirik. Və burada 8 yazdığımız zaman bilirik ki, təbii ki 9 8-dən böyükdür. Və burada da yazırıq ki, boya fırçadan nədir? Uzundur, böyükdür, yəni uzundur. Çünki biz uzun qısanı işləyirik. Və sonra baxırıq burada 6-cı tapşırığımıza. Hər əşyanın uzunluğunun neçə qısqac olduğunu yaz, onların uzunluqlarını müqayisə elə. Gəlin baxaq, biz görürük ki, burada qaşığın uzunluğu, dəmir qaşığın uzunluğu buradan bura qədər gəlib. İndi gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Buraya yazırıq 8 qısqacdır. Amma saatın uzunluğu isə buradan bura qədər gəlib. Gəlin bunu sayaq. 1, 2, 3, 4, 5, 6, 7. Saat isə 7-dir. Və biz bunları müqayisə edən zaman saatın uzunluğunun qaşığın uzunluğunun qısa olduğunu görürük. Burada nə deyir? Qaşığın uzunluğu saatdan necədir? Uzundur. B tapşırığına baxırıq. Burada marker verib, markerin uzunluğuna baxırıq. Buradan bura qədər gəlin sayaq. 1, 2, 3, 4, 5. 5 qısqac. Burada borudur. Kleydir, geldi. Bunu da ölçəcəyik. Baxın, buradan uzunluq elə bura eynidir aşağısı. Və bu olacaq 6. Müqayisə eləyəcəyik. 5 ilə 6-nı müqayisə edin. Təbii ki, 6 5-dən böyük olduğu üçün işarəmizi bu formada qoyacaq. Və burada isə bizə deyir ki, bu marker, yəni bu geldən, kremdən nədir? Qısadır. Yazacaq bura. Qısadır. Sonuncu tapşırıqda isə burada bizdən istəyir ki, əşyaların uzunluğunun təxmin neçə kub olduğunu yaz. Təxmin neçə kub olduğunu yazmaq üçün biz baxırıq, görürük ki, buradan bu hissədən bu hissəyə qədər mavi lentdir. 2, 4, 6, 8, 10, 12. 12 kuba bərabər yazırıq. Yəni təxmini olmadı bu. Amma digərinə baxdığımız zaman görürük ki, bu əşya, bu çöp buradan
sona qədər gedib. Sona qədər getdiyinə görə isə biz baxaq. Təxmini baxaq da 2, 4, 6, 8, 10, 12, 14, 15. 15 dənə təxmini oldu. İndi bu 15 dənə də kuba bərabər elədik bunu. Keçək növbəti səhifəmizə. Burada gözə yarı tapşırıqlardır. Dəqiq ölçü yoxdur. Burada bizə nə deyir? Deyir ki, uzunluğu hansı vahidlə ölçmək daha uyğundur, xətlə birləşdir. Məsələn, kitabı nə ilə ölçərik? Təbii ki, kitabı ölçərik biz qarışla. Və sonra nə var burada? Hədiyyə. Hədiyyəni də elə qarışla ölçə bilərik. Sonra partadır. Partanın uzunluğunu biz ayaqla ölçə bilərik. Qapının da uzunluğunu ayaqla ölçə bilərik. Amma futbol meydançasındakı ara məsafə uzun olduğuna görə onu da və ağaclar arasındakı məsafə meşələr böyük olduğuna görə onu da addımla ölçəcəyik. 9-cu tapşırığa baxırıq. Məsələdir. Uşaqlar rəngli bayraqları asmaq üçün uzunluğu 9 və 6 addım olan ipləri bir-birinə neynədilər? Bağladılar. İpin ümumi uzunluğu neçə addımdır? Addımlar 9-dur və 6-dır. Ona görə də bir-birinə uca bağladı. Bu artıq bizə toplama işarəsini verir. 9-un üzərinə 6 gələrəm, yazaram 15 nə? Addım. Deməli, uzunluq 15 addıma bərabər olub. Buna baxırıq. Elxan evin uzunluğunu addımlarla ölçdü və 10 addım olduğunu müəyyən elədi. Hasarın uzunluğu isə 14 addım oldu. Hasar evdən neçə addım uzundur? Deməli, hasar 14 addımdır. Yazaq bura 14. Evin uzunluğu isə 10 addımdır. Nə qədər çox olduğunu tapmaq üçün 14-dən 10 çıxıram, qalır 4. Deməli, hasarın evdən uzunluğu 4 addım uzundur. 11-ci məsələmizə baxırıq. Nənəsi Aynura şərf toxudu. Aynur onun uzunluğunun 14 qarış olduğunu müəyyən etdi. Şərf Aynura uzun olduğundan nənə şərfi bir qədər qısaltdı. Aynur şərfi bir daha ölçüb uzunluğunun 8 qarış olduğunu müəyyən etdi. Nənə şərfi neçə qarış qısaltdı? Deməli, əvvəl 14 qarış idi. Nə qədər çıxdığını bilmədik. Cavabda isə qaldı 8 qarış, düzdürmü? Cavaba 8 yazmaq lazımdır. Ya uşaqlar, özüm ona görə belə yazdım ki, çaşıb 14 çıx 8 yazmayasınız. Və cavabda 8 alındığına görə biz də bilirik ki, 14-dən neçə çıxmadıq ki, 8 olsun. Və yaxud da 14-dən 8 çıxıb, bura 6 yaza bilərsiniz. Hər iki yolla tapa bilərsiniz. Bizə əsas lazım olan odur ki, məchulu cavaba gətirib çıxartmayasınız. Və nənə şərfi neçə qarış qısaltdı? Nənə şərfi 6 qarış qısaltdı. 12-ci məsələyə baxırıq. Anar qapıdan qarşı divara 16 addıma çatdı. O, geri dönərkən 3 addım atıb dayandı. Anar qapıya çatmaq üçün neçə addım atmalıdır? Deməli, qapıdan qarşı divara 16 addıma çatıb. Geri dönəndə 3 addım atıb dayanıb. Və biz bilirik ki, qapıdan qarşı divara 16 addımdırsa cəmi 3 addımını atıb bu adam dayanıb. Dayanıbsa neçə addım atmalıdır? 16-dan 3 çıxacağım, yerdə qalacaq 13. Və cavabım olacaq ki, ana daha 13 addım da atmalıdır. İndi isə keçirik növbəti səhifəmizə. Burada isə santimetr mövzusudur. Gəlin birlikdə bu tapşırıqları işləyək. Bizə deyir ki, əşyaların uzunluğunu ölç və boş xanalara yaz. Mən bunları videonu saxladım və mən bunları ölçdüm ki, daha dəqiq olsun. Ona görə də burada birbaşa dəqiq ölçülər yazacağım. Çox təəssüf ki, dərslikdəki ölçüləri mən ölçməmiş yazdım. İnşallah ki, orada yer göz yarı ölçdüyüm ölçülər var. Onlarda yanlışlıq olsa siz düzəldərsiniz. Amma bu iş dəftərində hamısını əvvəldən dəqiq şəkildə ölçmüşəm. Ona görə də hədiyyə qutusu 2 sm-dir. Daha doğrusu bu kub 2 sm-dir, altına 2 yazıram. Hədiyyə qutusu ölçmüşük 4 sm-dir. Qısqacın uzunluğu 3 sm-dir. Və bu pozanın, üzr istəyirəm, qələmimin uzunluğu da 2 sm-dir. Sonra isə və ən maraqlı tapşırıq, uşaqların da sevə-sevə işlədiyi bir tapşırıq oldu bu. Burada bizə deyir ki, xəttkeşlərini ölçüb yazmalıyıq. Qarışqa ilə, daha doğrusu qarışqa yuvası ilə çiyələk, yəni bu hissəni soruşur bizdən. Mən də buranı ölçdüm, gördüm ki, buranın ölçüsü 8 sm-dir. Yazdım bura 8. Sonra çiçəklə, yəni bu hissə çiçəklə yuva arasındakı yol isə 6 sm idi. Və çiçək kolu ilə çiyələk kol arasındakı məsafə isə gördüyünüz kimi ən uzun budur. Bu isə 10 sm-dir. Bura 10 yazacağıq. Sonra isə keçəcəyik sizlə. Burada da eyni bir şeydir. Fiqurların tərəflərini ölçülərə yazmağımızı istəyir. Mən də bunları dəqiq ölçdüyümə görə birbaşa burada tərəflərin uzunluğunu yazacağım. 3 sm. Niyə mənim əlim dəydi, bunu sildim deyəsən. Aşağı hissə
Bu hissəsinin uzunluğu 4 santimetr. Digər qarşı tərəf isə bura 5 santimetrdir. Sonra baxırıq bu düzbucaqlıya. Düzbucaqlının uşağı biz bilirik ki, yalnız qarşı tərəfləri bərabərdir. Ona görə də hər iki tərəfdən enindən və uzundan birini yazmaq bizə kifayət edir. Bu hissə 3 santimetrdir. Bu hissə isə 1 santimetrdir. Baxın bura. Digər tərəflərini ölçməyə də ehtiyac yox. Çünki bu hissə ilə bu hissə, bu hissə ilə bu hissə bir-birinə qarşı tərəflər, yəni bir-birinə bərabər. Kvadrat isə uşaqlar, kvadrata biz bilirik ki, kvadratın bütün tərəfləri bərabərdir. Ona görə də yalnız burada bir dənə 2 santimetr qeyd edirəm. Yaxşı ki, içəridə burada da qeyd edək, aşağıda. Yəni ki, bu 2 santimetrdir. Deməli, bütün tərəflər kvadratda 2 santimetr olur. Və burada santimetrlə bağlı bizim başqa tapşırıqlarımız da var. Ona görə də gəlin biz birlikdə onları işləyək. Burada yenə ölçmədir. Mən bunları əvvəldən uzunluğunu ölçmüşəm. Ona görə də birbaşa bura qeyd edirəm. Daha doğrusu burada ölçünü verib biz tamamlayacağıq və mən onu da hesablamışam. Buradan bura qədər. Bura 2 santimetr. Buradan bu hissəyə qədər olacaq burada 3 santimetr. Buradan bu hissəyə qədər çəkəcəyik 5 santimetr. İndi bizə deyir ki, verilmiş parçadan 4 santimetr uzunluq çək. Və biz də baxırıq, görürük ki, buradakı parçanın uzunluğu neçə santimetrdir? Gəlin baxaq. 3 santimetrdir. Və biz də burada neçə santimetr çəkməliyik? 6 santimetr. Daha doğrusu 7 santimetr. Çünki bizə deyir ki, 4 santimetr uzun olsun. Yəni 3 üstə 4 gəndə 7 edir. Gəlin çəkək. 7 santimetr. Buradan işarəmizə qoyuruq. 7 santimetr çəkmiş oluruq. İndi isə bizə deyir ki, qırmızı parça göy parçadan neçə santimetr qısadır. Və biz nə etməliyik? Biz təbii ki, bu parçaları ölçməliyik əvvəlcə. Göy parçamız uzunluğu 10 santimetrdir. Qırmızı parçamız isə 3 santimetrdir. Və biz əgər qırmızı parçanın nə qədər qısa olduğunu tapmaq üçün mütləq şəkildə ondan, yəni 10 santimetrdən çıxmalıyıq 3 santimetri və tapmalıyıq ki, 7 santimetr qısadır. Keçəcək 7-ci tapşırığımıza. Səbinənin bənövşəyi yaşıl və qırmızı rəngli renkləri var. O renkləri ucuca qoyub yapışdırdı. Ucuca qoyub yapışdırdı. Neynədir? Yəni toplamadan söhbət gedir. Və burada bu bənövşəyi lent 8 santimetr. Gəlin əvvəlcə üstünə yazım 8 santimetr. Ən qısa yaşıl lentimiz 3 santimetr. Qırmızı lentimiz isə 5 santimetrdir. Bunlar dəqiq ölçüdür. Biz ölçmüşük bunu. Ona görə də mən burada birbaşa toplamasını yazıram. Çünki ucuca birləşdirib 8 üstünə 3 gələndə 11, 11-in üstünə 5 gələndə 16 santimetr olacaq. Sonuncuya baxırıq. Anar uzunluğu 12 santimetr olan lentdən bir neçə santimetr kəsib götürdü. Lentdən 3 santimetr qaldı. Anar neçə santimetr kəsdi. Lentin kəsilən və qalan hissələrini fərqli karandaşlarla uyğun rənglə və uyğun misal yaz. Uyğun misal nədir? Əgər lentdən nə qədər kəsdiyini bilmiriksə və görürük ki, cavabda 3 santimetr qalıb. Yəni 12 santimetrdən nə qədər çıxıbsa, burada cavab olub 3 santimetr. Cavab burada qeyd edin ki, uşaq özüm belə yazıram ki, bəzən çaşıb 12-dən 3 çıxırsınız və cavabı səhv almış olursunuz. O məhsul hissə buradadır. Bax, burada 9 santimetr burada olmalıdır. Yəni lentdən nə qədər kəsiblər? 9 santimetr kəsiblər. Yazaq bura 9 sımı. 9 santimetr kəsib və biz burada ölçməliyik uşaqlar. Bir dəqiqə. Bura qədər, baxın, bura qədər, buradan bu hissə 9 santimetrdir. Bu hissə isə 3 santimetrdir. Ümumi cəm isə 12 santimetrdir. Siz belə eləyə bilərsiniz. Bu tərəf çəhrayıdsa, siz də bu hissəni, məsələn, mavi rənglə rəngləyə bilərsiniz ki, fərqli bir rənglər alınsın burada. Bura keçməmək şərti ilə, baxın bu formada. Tam içini doldurub rəngləyə bilərsiniz. Bu da bizim məsələmizin həlli və təbii ki, keçirik növbəti məsələmizdə. Ölçü ilə bağlıdır santimetr. Lalə və Samir neynədilər? Lentlərin uzunluğunu bərabərləşdirmək üçün müxtəlif fikirlər söylədilər. Kim doğru fikir söyləyir? Adını haşiyəyə al, zolaqları ölç və misal yazmaqla yoxla. Və biz ölçdük, gördük ki, bu qırmızı lentin uzunluğu 7 santimetrdir. Amma bizim bu mavi zolağımızın uzunluğu isə 13 santimetrdir. Mavi də 13 santimetrdir.
Burada isə bizə nə deyirdi? Kim doğru fikir söylüyor? Gəlin baxaq. Alalə deyir ki, qırmızı zolağı 6 sm əlavə etmək lazımdır. Amma Samir isə deyir ki, göy zolağı 5 sm qısaltmaq lazımdır. Yaxşı. Lalənin fikrini yoxlayaq. Lalənin ölçdük ki, lent qırmızıdır, 7 sm-dir və üzərinə 6 sm gəlsə neçə olacaq? 13 olacaq. Lalənin fikri doğrudur. Samir isə qısaltma deyir, amma 5 sm qısaltma deyir. 5 sm qısaltdığımız zaman cavab 7 sm olmayacaq. Olacaq 8 sm. Əgər desəydik ki, 6 sm qısaltmaq lazımdır, onda hər iki cavab doğru olardı. Ona görə də burada doğru cavab söyləyən Lalədir. Və ona görə də qırmızı zolağa, yəni 7 sm-ə 6 sm əlavə etsək, o bərabər olacaq nəyə? 13 sm. İndi biz baxırıq burada. Bizə deyir ki, sarı lentlər uc-uca qoyularsa, qırmızı lentdən neçə santimetr uzun olar? Deməli, biz burada əvvəlcə sarı lenti tapmalıyıq. Sarı lenti tapaq burada ölçü. Sarı lent 4 santimetr olarsa əgər, qırmızı lent 6 santimetr olarsa və sarı lentdə 10 santimetr deyək. İndi bizə nə deyir? Sarı lentlər uc-uca qoyulsa, deməli biz neyniyəcəyik? Sarı ilə sarıların ikisini toplayacaq. 4 santimetrin üzərinə gələcək 10 santimetr. Olacaq neçə? 14 santimetr. Və sonra bizə deyir ki, qırmızı lent neçə santimetr uzun olar? Ona görə də həmin o 14 santimetrdən çıxacaq qırmızı lentin uzunluğu. Yəni 6 santimetr. Cavab da olacaq neçə? 8 santimetr. Sonra keçəcək sizlə 11-ci tapşırığımıza. Hər qarışqanın getdiyi yolu ölçməklə hesabla, hansı qarışqanın yolu daha qısadır, həmin qarışqanı haşiyə al. Deməli, burada sümbül var və burada nələr var? Yolumuz var. Əvvəlcə yaşıl qarışqanın getdiyi yolu hesablayırıq. Burada 3 santimetr, 2 santimetr, 3 üstə gəl 2, üstə gəl 2. Olacaq neçə? 7 santimetr. Yaşıl qarışqan. İndi qırmızıya baxırıq. 2 santimetr, 3 santimetr. Yazaq bura 2, üstə gəl 3. O da üstə gəl 3. Neçə eləyəcək? 8 santimetr. Sonuncu mavi olan qarışqan getdiyi yola baxırıq. Deməli, 3 santimetr. Üstə gəl 1. O da üstə gəl 2 santimetr. Bərabər olacaq nəyə? 6 santimetrə. Və bizdən nə istəyirdi uşaqlar? Biz bütün getdiyi yolların hamısını ölçdük və yazdıq. Hansı qarışqanın yolu daha qısadır? Təbii ki, mavi qarışqanın yolu daha qısadır. O qarışqanı da haşiyə aldıq. Və keçirik sizlə növbəti mövzumuz ağır yüngül mövzusudur. Bunu sizlə birlikdə işləyəcək. Çünki mən bundan öncəki videoda dərsliyimizdə olan ağır yüngülə aid olan mövzunu işlədiyimə görə iş dəftərində işləyəcək. Ağır yüngül. Burada ağır olanı qeyd elədir. Təbii ki, tərəzinin aşağı gözü biz bilirik ki, ağır olandır. Burada isə yüngül olanı istəyir. Tərəzinin yuxarıda olan hissəsi yüngül əşyanı göstərir. Üçüncü tapşırıqda ağırdan yüngülə doğru ardıcıl nömrə dediyi zaman ən ağır hansıdır? Bu kisə kartofdur. Bura 1 yazacaq. Ondan biraz aşağı təbii ki, ananas. Üçüncü ən yüngül isə lələk olacaq. Burada isə yüngüldən ağıra doğru nişanı dediyi zaman ən yüngül, yəni çəkisi ən az olan sıçandır. Sonra tülkü və ən sonda isə fildir. Davam edirik. Burada bizə nə deyir? Oyuncaqlardan hansı ağırdır? Boş xanalara oyuncaqların ağırlığına uyğun kubların sayını və müqayisə işarələrini yaz. Deməli, oyuncaq kamazının ölçüsü 4 kuba bərabərdir. Topu isə 2 kuba bərabər. Tabii ki, 4 2-dən böyük olduğuna görə kamaz da topdan ağırdır. Bura baxırıq. Burada bir gəlincik deyəsən. Gəlinciyin kublarının sayı 5 dənədir. Yazırıq bura 5. Amma oyuncaq ayı isə baxaq 3, 4, 7 dənədir. Və təbii ki, 7 5-dən böyük olduğuna görə oyuncaq ayı da gəlincikdən çəkisi ağır sayılır. İndi bura baxırıq. Hər qutu neçə kiloqramdır? Biz görürük ki, tərəzinin gözləri bərabər şəkildə verilir. Və birinci hədiyyə qutusunun qarşısında tərəzinin digər gözündə 2 dənə çəki daşı var. 2 kiloqram və 1 kiloqramdır. Deməli, bu hədiyyə qutusu 3 kiloqram olacaq. Digərinə baxırıq. Hədiyyə qutusu 2 dənə çəki daşı 2, 2, 4 kiloqrama bərabər olub. Burada isə yalnız 2 kiloqrama bərabər olub. 7-ci tapşırığa baxacaq. Qarpız və yemişin kütləsini tap, ağır olan haşiyə al və o birindən nə qədər ağır olduğunu hesabla. İndi görürük ki, qarpızın qarşısında tərəzinin digər gözündə 2 və 5 kiloqram çəki daşları var. Deməli, qarpızın kütləsi 2 üzərinə 5 gəlsən 7 kiloqramdır. Bəs yemişin kiloqramı 1 kiloqram var qarşısında, deməli 2 kiloqramı bərabərdir. Və nə qədər olduğunu tapmaq üçün 7-dən 2 çıxıram, 5 kiloqram alıram. Və təbii ki, keçirik sizlə növbəti tapşırığımıza.
8-ci tapşırıq. 3-cü tərəzinin gözlərini bərabərləşdirmək üçün 2 kiloqram daş əlavə olunmalıdır. Baxırıq nəyə? Yağın kiloqramı 2 kiloqramdır, yəni çəksi. Çünki bərabərdir tərəzinin gözləri. Deməli, yağın kütləsi 2 kiloqramdır. Baxırıq, burada nədir? Bu duzdur ya qənddir, fərq etməz. Onun da çəkisi 1 kiloqramdır. Və bizə nə deyir? Deyir ki, bu tərəzinin gözünü bərabərləşdirmək üçün nə etməliyik biz bura? Biz ora neçə kiloqram daş qoymalıyıq? Baxın, fikir verirsiniz, yağla qəndi eyni yerdə verib. Yəni biz də yağ ilə qəndin çəkilərini topladığımız zaman tapacağıq ki, tərəzinin gözünə hansı ağırlıqda çəki daşı qoymalı? Təbii ki, bura olmalıdır 3 kiloqram çəki daşı. 9-cu tapşırığa baxırıq. Kərpicin kütləsini hesabla. Kərpicin kütləsini tapmaq üçün biz görürük ki, qarşı tərəfdə 2 kiloqram çəki daşı verib və digər tərəfdə kərpiclə yanaşı 1 kiloqram var. Ona görə də biz çəki daşında olan 2 kiloqramdan kərpicin yanındakı o 1 kiloqramı çıxırıq ki, kərpicin özünün xalis çəkisi nədir, onu tapaq. Deməli, kərpicin də çəkisi oldu 1 kiloqram. Və baxırıq sizlə 10-cu məsələmizə. 10-cu məsələdə bizə deyir ki, 2 səbətdə cəmi 19 kiloqram alma var. İkinci səbətdə neçə kiloqram alma var? Səbətləri görürük. Bir səbətdə məlumdur 9, digərisi naməlumdur, amma cəminin 19 olduğunu bilirik. Ona görə də ümumi cəmdən, yəni 19 kiloqramdan çıxacaq bizə məlum olan qırmızı almaların sayını, kiloqramını və yerdə qalacaq təbii ki, neçə? 10 kiloqram. Deməli, yaşlı almaların da çəkisi 10 kiloqram imiş. Və keçəcək sizlə 11-ci məsələmizə. Burada bizə deyir ki, şəklə əsasən suallara cavab ver. Balqabaq neçə kiloqramdır? Balqabağın qarşısında duran tərəzinin gözündə 2 və 5 kiloqram çəki daşları var. Ona görə də 2 ilə 5-i toplayıb balqabağın çəkisinin 7 kiloqram olduğunu tapırıq. Sonra kələm neçə kiloqramdır? Kələmin də qarşısında görürsünüz ki, 1 kiloqram çəki daşları var və bunun da cavabının 2 kiloqram olduğunu tapırıq. Ardınca deyir, yüngül olanı haşiyə al. Təbii kələm yüngüldür və o birinin neçə kiloqram yüngül olduğunu tap. Neçə kiloqram yüngül olduğunu tapmaq üçün balqabağın çəkisindən kələmin çəkisini çıxırıq və arasındakı fərqin 5 kiloqram olduğunu tapırıq. Burada yazırıq 5 kiloqram. Və bu qədər uşaqlar. Hələlik məncə bu qədər kifayətdir. Növbəti dərsimiz tutumdur. Onun da izahını qısa vaxt ərzində çəkib paylaşacağım. Ümid edirəm sizin üçün yararlı oldu. Hələlik uşaqlar.